Salam dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşayan məviş yetkinlər. Məşhur bir Qalata simitçisi var idi. Bunu gəldik, bildiyiniz simitdir. İçinə xiyar pomidor qoydular. Pencir qoydular. Ya belə deyim ya, bunu Azərbaycanda kimsə qabana qoysalar, əsla yeməz. Ya Azərbaycanda taparsan bu simitdən. Yəni sözü bağlan kəsirəm. Məncə buranın belə şey olması səbəbi bax burada. Yöresel lezzət nöqtəsi Kültür Bakanlığı tövsiyə edir. Ona görə hər yerdə bunun reklamı gedir. İsti belə deyil də, yəni heç olmasa bir şəkildə bir qızdırıb qavandırılması da hazır olar. Bir də belə bir tahinli şirniyyata oxşar bir simit var. Bu da kətədir də bildirir. Bu da yəni şirin kətə dadı gəlir. Bunu bəyəndim yəni, pis deyil. Çayla bir yerdə, böyük çay, balaca çay. 3 dənə, bir dənə sadə simit, bir dənə sendviçli simit, bir dənə də bu tahinli şirniyyata. 13 manat 70 qəpik verir. Çoxdur mu? Yəni normal. Hələ ki dandik. 10 üzərindən 4 var. Xiyar pomidor da dadlı deyilir. Peynirlər də dadlı deyilir. Deməli son bir neçə saatda nələr yaşandı? Biraz gəzdik. Gəzməyimlə bağlı digər videoma, İstanbuldakı birinci videoma keçid edərək yuxarıdakı nidadan baxa bilərsiniz. Bu videoya baxıb qutarandan sonra. Və tam fırlanarkən çox yorulduq və dedik ki artıq bir kofya və şirniyyat kimi bir şeyə ehtiyacımız var. Ona görə durduq, çıxdıq, gəldik yenə bu dar İstanbul küçələrindən birinə. Çünki mən südlü bir şeylər istəyirdim, sütlaç kimi bir şey istəyirdim ki, sütlaç bir, burada da baxaq dadına. Sütlaç gəldi, Amerikanomuzda dedik. Biz də Amerikano içmək İstanbulda o deyil, çay da gedərdi. Amma Amerikanos da qəşəngdir, bəyəndim. Sütlaç da qəşəngdir. Bizim qurumda sütlaç verirlər. O da çox qəşəng sütlaçdır və bu sütlacı sadəcə o sütlacı müqayisə eləmək üçün sifariş elədim ki, bu mu, o mu? Baxaq. Tartışılır. Yəni, bu qəşəngdir, qəşəngdir. O amma daha az şirindir. Mən daha az şirin olan şeyi xoşlayıram. Bu belə daha çox şirindir və südündə bir qəribəlik var. Türk südü deyiləm. Elə bil. Elə bil yox, Türk südü. Türk südü içmirsən? İçdim də indi. Qəşəngdir, yəni bəyəndim, pis deyil. 10 üzərindən 7 falan. Bizim qurumdakı gününə və saatına görə çox dəyişir. Bəzən qatı olur, bəzən quru olur. Onun prime vaxtı 7-5'dir. Amma belə normalde 6-6-5 falan olur. Ortalaması da deyək ki 7'dir. Bu da 7 olduğuna görə yəni də belə tartışılır bir vəziyyətdədir. Bəyəndik amma, bəyəndik. Magazin gəzdik, ölürdük. Bir-iki dənə yerdə yeməyə artıq oturmaq istədik. Dönər çəkdi canımız, görək Türk dönəri nətərdir deyə. Bir-iki yerə baxdıq, belə narahat idi, içəri idi, çöldə oturmaq istədik. Bu arada noyabrın 8-i dediyim kimi hava bombadır. Qısa qolda oturmuşam. Soyuq da deyil, sərindir, qəşəngdir, külək yoxdur. Xəritdən baxdıq və bir çox insanın, minlərlə insanın səs verdiyi Google Maps-də 4.9 IMDb ilə bir restoran tapdıq. Adı Adler'dir. Alder. Dönərə, bildiyiniz tombik ət dönərə bu dəqiqə 20 manata yaxın pul verəcəyik. Ayran normal 2 manat 50 qəpik falandır. Bunları sifariş elədik. İkram gətirdilər. Haydari, yəni süzməyə oxşar bir şey. Və bu acılı acika kimi bir şey. Bir də belə bir qəşəng çörək gətirdilər. Çox dadlıdır, dəhşət dadlıdır. Bir də ayranın dadına baxın. Çox qəşəng. Çox qəşəng, qeyri-adi deyil. Azərbaycanda da belə ayran taparsan. Amma dadlıdır yəni. Çox dadlıdır. Çörəyi də yeyim. Çörək belə çox belə nazikdir. Mən bax belə qabığından götürdüm. Çox da qəşəng. Yəni çörək nazikdir. Təzə pişib gətirdirsən. Ancaq elə bir qırağı var çörəyin. Dop doluydu belə yekəydi. Çörəyin ancaq qırağı var təsəvvürünün. İçi yox. Dönərimiz də gəldi. Ha bu da bax içində o yumşaq şeyi çox yoxdur çörəyin yenə. Ətin dadına baxaq indi. Başda normal qoyular. Ət məncə bizimkindən yaxşıdır. Bir-iki dönər biz. Bu. Bu bir-iki dönərdən yaxşıdır. Hətta. Əti bizim ətlərdən çox yaxşı. Toyuq dönər yox idi. Bunu deyən birinci insan zatsan.
Yəni buranınki elədir də yeməyin. Biz daha şeyi bilmirəm. Yəni ət belə çox qəşəng və yağlı deyə çox qəribə bir şəkildə. Bizim şeylərə oxşayır əslində. İyi də belə qərbədir. İyi gəlir. Hə. Bizdə ət belə sərt olur. Saqqız kimi olur da biraz. Dönər əti. Çox seynəyəmirsən. Bu yumşaq və yağlıdır. Genişdir. İçində də normal yağ var. 20 manata təbii ki dəyməz. Amma belə 10 manat 7-8 manat verərsən. Amma 20 manata dəyməz. Amma çox dadlı da yəni. Amma bir də yemərəm. Amma çox dadlı. Tamam var yeyeyim. Olar, yeyə bilərsən. Teşekkürler. Dönərə balım 9. Solid 9. Yəni dönər bundan yaxşı bəlkə də ola bilər. Bəlkə də ola bilər. Yaxşı yox, daha fərqli ola bilərdi. Amma yəni mən hər şey dadındaydı. Digər malzemələri düzdür az qoymuşlar, amma yəni o səni çox da incitmirdi. Çünki ətin dadını tam belə alırdın da yəni. Həqiqi dönər də yəni. Belki dönmez. Dönərsə senindir, dönməzsə lahmacun. Zarafatımı niye çaldın? O illərin zarafatıdır Nigar Davud. İkramlar bitmiyor ki bitmiyor. Dedilər çay gətirirəm. Dedim götür. Dedi almalı yoxsa sadə. Dedim bir dənə almalı, bir dənə sadə ki dadına baxaq. Sadə deyib almalının da dadına baxım. Nə qəribədir. Kuş, bir çay, çox qəribə. Yanında da 2 dənə həlva verdilər, sağ olsunlar. Həlva da çox qəşəng, yumşaq, gedir yəni. Səliqəli gedir. Yeməyin üstündən heç incitmədən gedir belə. Hələ də gedir. Burada da yəni. Mədəmə çatlayıb. Neyse arkadaşlar, İstanbul serüvenimiz devam ediyor. Bu videoda sadece yemeklerden konuşacağız. Siz de o sırada kanalıma abone olup notification'ları, bildirişleri, neydi o Türkçesi? Bildirimleri açmayı unutmayın ki yeni videolarımı yükledikçe, sizin de yeni videolarım geldikçe size de mesaj olarak gelsin. Biraz uzatmış olabilirim ama olsun, canımız sağ olsun. İstanbul'dayız. Emin Davud. Saygılar efendim. Beşiktaş'tayız. Kahvaltı yiyeceğiz. Kahvaltı sokağındayız. Bir tane kaşarlı menemen dedik. Bir tane tost tabağı dedik. Tost tabağının içinde 3 tane xiyar, 3 tane pomidor var. Bir de böyle tostu, kaşar ve sucuklu. Qırağında da ayrıca sucuk bölümdə. Menemene bakalım. Çörək də hər yerdə fərqlidir. Bak dışarıda yerim var. Ne danışırsan sen? Belki. Çok tatlıdır. Bu da çok qəşəng. Ama menemene öldüm ben görüm. Vallahi içinden her şey varmış şimdi ad gelir. Bu küçəyə girən kimi üstümüzə şığıdılar. Qorxduq yəni. Menyonu üstümüzə atdılar, qışqırdılar, gəl otur, ayağımı yazdı. Qorxub qaçdıq, sonra təzədən dala qayıtdıq. Sakin kafayla düşündük, qərar verdik. Burada oturduk, qiymətlər normaldır. Menemen 4-5 manat satır. Tost tabağı 10 manat satır. Tost tabağı biraz bahadır, 10 manat dəyməz məsələn. Sucuk yəqin bahadır. Menemene 10 üzerinden 9 verirəm. Rahat 9 var. Kendine de bakalım. Kent pendiri. Qəşəng. Möhtəşəm. Merhaba beyler, hoş geldiniz. Merhaba. Hacı İsmail Hakkızade Hafız Mustafa'nın yerindəyik. 1864-cü ildən bu günə kimi fəaliyyət göstərib. Kadaif dedik çaşıb, sonra o dedi ki, Kadaif nədir? Bizə deyə Kadaif yox, künəfə. Biraz tökürəm, çox tökmürəm. Deməli, kahve çeşidlərimizdən nəyimiz var idi? Altuka kofe sifariş elədim. Çox qəşəngdir. Saliblə qarışdırırlar. Salibin nə olduğunu bilmirdim. Qaqaş çağırdım afisantı ki, bəs salib nədir? Dedi, salib nədir dərkən?
Dedim affedersiniz biz Azerbaycan'dan geliyoruz da. Ha dedi Azər. Dedim bizde yani salep yoktu. Dedi ha dağlardan topluyoruz, bağırlardan topluyoruz. Çok qəşəngdir. Abartmada evdə mən o Dibek kafesindən deyirəm, üzünə baxmırsan. Mən o Dibek kafesini çox bəyənirəm. Bir dəfə dondurmanın üstünə çöküb belə yemişəm yəni o Dibek kafesini. Xahiş edirəm izləyicilərimizi yalanlarınla doyuzdurma. 2 dəfə ilə doyuzdur. Oho, yars getdi ikiniz. Üzvü elə günə qoyursan ki, bilmirəm iyrəncidir ya qəşəngdir. Nə oldu? İstidir. Məncə dondurmanı qoyaq üstünə. Soyusun. Oradan da götürək. Qiymətlər bahadır. Yox, ümumiyyətlə qiymətlər məncə çox abartıldığı qədər baha deyil. Məsələn, 12-15 manat, yəni Bakıda deyirəm də. Olar yeyim. Olar, yeyə bilərsən artıq yerdə. Real sokak lezzetlərini yoxlayırıq bu dəfə. Əlimizdə kompir var. Kompirə 18 manat pul verdim. Kompirin nə olduğunu bilməyənlər üçün kartoşkanı yaxşıca bişirirlər. Sonra içinə pendiri qatırlar. Pendirlə öncə yaxşı-yaxşı bir çalxalayırlar. Sonra içinə nəsə vurdu. Nə idi o? Yağ idi ya. Yağı vurdu, sonra biraz qarışdırdı qəşəng. Sonra da mən istədiyim malzemələri içinə qatdı. Mən istədiyim malzemələr hansı idi? Sosiska, kısır, haydari, bir də duzlu xiyar. Dadı möhtəşəmdir, yəni möhtəşəmdir. 18 manat dəyəcəyini düşünmürəm. Amma dadı möhtəşəmdir. Gəldik köftəciyə, məşhur Sultanahmet köftəcisinə, Nişantaşındakı. Yardad köftəsini yedik. Köftəni bəyəndin, Yardad köftəni bəyənmədi, mən də bəyənmədim. Yəni 10 üzərindən 5 falan verərdim böyük ehtimal ki, maksimum. Ezogelin çorbası dedim mən də. Çox az deyildim çünki kumpirdən sonra hələ də tox idim, yəni sözün düzü. Ezogelin çorbası bildiyiniz mərciməklə eyni şeydir. Mərci supunun da adı gəlir. Başqa heç bir fərq, qram fərq hiss eləmədim. Yəni mən bu tipdə çorba içmişəm və bu mərcimək çorbasıdır. İçində bəlkə 2 dənə, 3 dənə ayrı belə maraqlı bir şey qatıblardır. O da ədviyyata oxşur, yəni başqa bir şey oxşamır. Ezogelin çorbasının içində nə olduğunu bilmirəm. Bu dəqiqə baxmamışam. Bəlkə sonra baxaram, bəlkə də baxmaram. Baxmayacam böyük ehtimal. Ona görə siz rəylərdə yaza bilərsiniz. Mən də yadıma düşər ki, ezogelin çorbasının içində bunlar var imiş. Ezogelin çorbasına bal vermirəm. Standart bir yemək işte, yəni. Supdur da. Mərci supuna neçə bal verərsiniz məsələn həyatınızda. Mən mərci supuna da bal vermərəm ya. Mərci supu bal verəcək bir şeydir səncə. Mən yəni bir sənə çox ac olanda mərci supunu yeyirsən və qəşəng gedir. Amma məsələn belə heç vaxt da gedim mərci supu üçün, mərcimək supu üçün deməzsən yəni. Məsələn mən gedirəm o menyulu, lunch menyular olan yerlər olur ya. Sup yanında yemək, yanında salat falan. Onda heç vaxt məsələn mərci demirəm mən. Deyirəm ki, nə var başqa və yanında nə varsa onu yeyirəm. Çox vaxt göbələk supu olur, toyuq supu olur, pomidor, tomat supu olur. Onu deyirəm yəni. Mərci heç vaxt deməmişəm. Qiymət də ucuz idi, 75 TL idi. 75 TL nə qədər edir? 3 manat. Yəni standart. Emin bəy, Türkçeniz çox güzelmiş. Türk müsünüz? Hayır, Azeri Türk'üm. Bir dənə də şey göstərəcəm sizə. Metro. Azərbaycanda çoxdandır metro görmürəm. Ən son 28-də olmuşdum. Çoxdandır metro görmürəm. Marketdə metronu görən kimi dedim ki, mən bu metroya minim. İstanbulun 3-cü günündən hamınızı salamlayıram. Bugün dedik yüngül, səliqəli bir börək yeyək. Yeyirəm. Çox qəşəng. Mən Bakıda belə börək yeməmişəm. Yenə yağlıdır, düzdür. Amma o yağı çox belə hiss eləmirsən. Bana yağı qəşəngdir görəsən, bizimkindən. Deməli, gənclər, balıqçıdayıq, düz Qalata köprüsünün yanında. Buradan birazdan Kadıköy'ə keçəcəyik. Orada nə yiyəcəyik hələ bilmirəm. Bəlkə də heç nə yemədik. Birinci midyemizin dadına. Midye belə dolu vermirdilər bizdə. İçində dünk boyda şey var idi. Qəşəngdir də, çox qəşəngdir.
Bir dənə də yeyəcəm əmin olmaq üçün. Möhtəşəm, midyanı çox bəyəndim. Naxadı ara vermədən keçirəm balıq ekməyə. Midyaya 20 TL verdik dənəsinə, 5 dənə götürdük 100 TL, eləyir artıq 4 manat. 5 dənəsi 4 manat normaldır, biri 80 qəpiyə düşür. Balıq ekməkdə 200 TL'dir, 8 manatdır. İçinə yenə nəsə qoymaq olardı. Qəşəngdir. Onun üzərindən 8 verirəm, qəşəngdir. Kadıköydəyik. İndi də tatlıcıya gəldik. Bu kazan dibidir. İçində toyuq var. Nə əlaqə? Gör Davud, səninkini də göstər. O da sakızlı muhallebidir. Onun içində də toyuq var. İkisinin də dadına baxacağam. İlk dəfə deyirəm ikisində həyatımda. Qəşəngdir. Qəşəng. Sakızlı şey bəyənirəm. Yox, bu daha yaxşı. Bu sakızsızdır. Elə bil onun sakızsız versiyasıdır elə bil ki. Bir də bu ilıqdır, o biraz şeydir, soyuqdur. Qəşəngdir belə. Qatı bir dad gəlir, dad qalır ağızda. Toyuğun dadı belə gəlirmiş kimi olur, amma gəlmirmiş kimi deyə sanki. Qiymətlər nə idi? Heç qiymətlərə baxmadıq ya. Hər ikisi 250, 10 manat. Yəni artıq öyrəşdim sanki, yəni bahalığa. Bahalıqdırmı, ucuzluqdurmu, onu da bilmirəm. Gözəldir. Buna 10 üzərindən 7 verərəm. Amma çox vermərəm. Mən hər gün istəyərəmmi bunu belə bilmirəm. Mesela sütlaç qədər yaxşıdırmı? Məncə deyil. Sütlaç qədər yaxşı deyil. Sütlaç belə başqa bir şeydir. Fərqlidir, qəribədir. Yeyilər bir dəfə. Amma təzədən istəyərəmmi bilmirəm. Bir həftə sonra təzədən soruşun, görün yenə istəyirəm yoxsa yox. Bir həftə sonra da istəyirəmsə deməli 7, 5, 8 zaddır. Hər şeyi avtomatik edən Türk süper qəhrəmanı nə deyirlər? Otomatikman. Bit. Kadıköy Barlar Sokağındayız mı? Bilmirəm. Yəni Barlar Sokağı normalde ay yanlışlıkla Türkçe konuştum, affedersiniz. Normalde Kadife Sokak, Barlar Sokağı gedir. Amma biz hazırda məncə Kadife Sokakda deyilik. Bir neçə fərqli publar var və məncə bir neçə fərqli barlar sokağı. Ya da bir dənə sokağa barlar sokağı deyirlər və onun yaxınlığında bir neçə yenə barlar var. Nə isəmiş Kəneşkoş? Orada spirtli içkilərin də qiymətlərini deyim sizə. Pivə neçə idi? Hə, 275 TL'dir hə. Hə, 11 manat artısa, 11-12 manat. Yəni bahadır. Türklər düzü çox ağlayırdılar yenə. 2 qat bahadır da, yəni. Bu bahadır da. Çünki məsələn mən Avropada da gedirəm, pubda oturursan, 4-5 euroya içirsən bir pivəni. Yəni 10-12 manata. Yəni Avropa qiymətləri ilə eyni olmağı biraz şaşırtıyor. Düzdür, bu içkilərə Türkiyədə bir normal şey var axı, bu yaptırım, vergi zat əməlli başlı alırlar. Ona görə məncə bu qədər bahadır. Bir də bunların ən belə problemli tərəfi zakuskanın, yəni məzənin düzəməlli olmamalıdır. Kartof verirlər, kartof firi verirlər, fıstıq verirlər yəni. Zeytun verirlər, zeytun. Zeytun yəqin ki başqa şərabın və ya nəyə dolanır? Yəni içki var, içinə zeytun qoyurlar. Margarita idi, martini. Öz pivələri yoxdur zaten. Bunların nə Efesi var. Efes də bərbaddır zaten. Bir də çox qəribədir. Məsələn, Azərbaycanda xırdalon verməyən pub var. Çox redkret. Çox belə aşırı özünü bahalı aparan publar. Biz onunla gəldik, bir dənə pubda oturduq. Bu arada burada məşhur publardan biri şeyi göstərmişdilər. Bu Qarqa pub'u göstərmişlər. Qarqa pub içəri yer idi və biz içəridə oturmaq istəmirdik. Ona görə gəldik, çöldə oturduq. Buranın adı nədir? İncirlər olana kadar kalsaydılar. Eyvallah. Sonunda İstanbul'daki 4-cü günümüz diyor bizim. 4-cü günümüzde lahmacun yedik. İçine böyle turşu falan da gətiriblər. Kələm, turşu, pomidor.
Limonunuzu da sıxar. Gənclər, Sultanahmet tərəfə gedib yeməyə cəhd eləməyim, çox bahadır. Biz təzədən getdik və təzədən dala qalacaq. Bu bizim Karaköydəki həmin o birinci günkü küçəmizdir, simit yediyimiz yer. Bəli. Burada qiymətlər normal. 140 TL idi lahmacun. 140 TL nə qədər eləyir? Hardasa 6 manata yaxındır. Bizdəki əslində eyni qiymətdir amma. Bizdəkinə oxşar ha. Çok qəşəng yaradı. Mənim Mənim o qədər. Bunlar ikisi də acılı deyəsən. İşte acılıdır. Həqiqi. Bu amaksızdır. Onda böyle sıcak. Evet, evet. Mən çox beğendim. Koy Murat abi. Bizim için doyar. Bence Yağ da alıp deyib döyməm ama mən doyar. Bir dəfə illər əvvəl Azərbaycanda yemişdim kokoreç. Amma tadı yadımda deyil. Bəyənmədiyim yadımdadır. İndi burada yeyirəm. Bayaq bir diştəy aldım amma dadı gəlmədi. Desəm, dönərlə kebabın qarışığı bir dad gəlir. Bu arada yarım ekmeğe 400 TL verdik. 400 TL də 16 manat edir. Gənclər, burada araya girəcəm. 16 manat verməmişdik, 400 TL verməmişdik. Sonradan soruşduq. Yarım ekmekin qiyməti 200 TL, 250 TL imiş. 250 TL də 10 manat edir. Yenə bahadır, amma yəni düzgünsülük olsun. Bir də bal verməmişdim orada buna. İndi yadıma düşdü. Yəni son gün qayıdıb bir dəfə də yemişdim kokoreçi. Ona görə 10 üzərindən 8 bal verirəm. Baharatı çox basmışlar. İstanbul vlogumuzun birinci bölümünü izləməyənlər üçün biz Böyükadadayıq. Böyükadanın təpəsindəyik hətta. Bir kilsənin yanındayıq. Yüzətepe restoranındayıq. Burada kilsəni gəzdik. Haqqında danışdıq, tarixçəsini danışdıq. Buranı danışdıq. Arxamızda bir yetimxana var idi, oranı danışdıq. O videoyu keçid etmək üçün yuxarıdan baxa bilərsiniz. Link çıxdı. İndi isə Yüzətepe restoranında ən məşhur şeylərdən birindəyik. Ən məşhur yeməyi nədir buranın? Sucuk. Sucuk, ekmek sucuk. İçində başqa şeylər də var. Kartoşka var, pomidor var. Bir də nəsə maraqlı bir şey var. Bu da maraqlı bir şey oxşuyur. Mən belə yeyəcəm. Bundan biraz götürəcəm. Bu nə idi? Magnolia. Agnolia. Nəsə belə bir şey idi. Adını altdan yazaram. Baxaq. Maraqlı. Çayımıza gəldim. Təşəkkürlər. Çox qəşəngdir, çox dadlıdır. 10 üzərindən 8 verirəm. Rahat. Yəni biraz boşdur çörək. Yəni qurudur. Yəni kartoşka, pomidor və sucuk bəs eləmir bunu doldurmaq üçün, amma sucuğun dadı möhtəşəmdir. Mən belə sucuk yeməmişəm indiyə kimi. Yəni çayımızdan da bir yudum alaq. Bunun qiyməti nə qədər idi? Sadəcə 20 manat pul verdik buna təkcə. Yəni düşünün. Hələ təkcə sucuk o qədər idi. Çörəyin arasına qoyub içinə pomidor zat qoyanda nə veriblər, onu Allah bilir də. Açdı. Təbii ki, İstanbula gəlmişkən Çiçək pasajında rakı içmədən getmək istəmədik. Yeni rakı, köhnə dolma. Bundan biraz götürürük. Xırt-xırt çörəkdən götürürük. Biraz şakşuka. Bu badımcan əzməsidir. Nəsə, adını bilmədiyimiz şeyi götürürəm birinci. Mən bunların zeytinyağlı sarmasına bayılıram. Mən zeytinyağını çox sevirəm. Bizdə prosta zeytinyağını eləmirlər. Mən zeytinyağını eləsələr çox daha dadlı olar. Bir yana da götürəcəm. Dolma möhtəşəmdir. Təbii ki, içində ət yoxdur məncə, yox. Amma zordur. Dolmaya 10 üzərindən 9 verirəm səliqəli. Şakşukasına da baxaq. Şakşuka inanılmaz. Badımcan şeysinə də baxaq. Əzməsinə. Möhtəşəm. Mahsən Çiçək pasajındayıq.
şərəfə. Rakıya double 250 idi, single 250 idi, double 280 idi. Təbii ki, double götürdüm və yarıya böldüm bir Azərbaycanlı kimi. İndi yarı-yarı içəcəm. 2 şatım olmuş olur 280 TL-yə. 280 TL hardasa eləyir 11 manat. Yəni, çox da ucuz deyil, çox da baha da deyil. Bakıda daha ucuzdur məncə. Bu da su. Suyu məncə vurmurlar. Çörəyi də ki, xırt-xırt eləyib gətiriblər. Göstər çörəyi ayrıca. Çörəyi möhtəşəm. Xırta-xırt. Onlar Nigarda. Dayan bir dənə də yeyim. Bağla. Uzaqlara doğru çək və bağla. İstanbuldakı 6-cı və son günümüzdür. Bu dəfə qarşımda Türkiyənin məşhur nemətlərindən biri olan triliçe var. Triliçe nədir? Ya da triliçe nədir? Bilmirsən? Tort kimi bir şeydir. Baxaq. İçindən süd damızlayır. Çox qəşəng. Hər şeyə də çox qəşəng deyirəm. Dəhşət qəşəng. Belə dondurma, keksin özü, üstündəki şey nədir? Karaməyə oxşuyur. 285 dedi, hardasa 10 var. Normaldır. Kumru yemədik, İzmir kumrusu yemədik. Biz İzmir kumrusunda bəlkə İzmirə saxlayaq. İzmirə getmərik. Emin misin? Emin misin? Bəlkə bir yay. Bir yay. Bu yay yox, bir yay. Mən dəniz yerinə getsəm, şeyə gedərəm orada. Araya Ibiza'ya gedərsən, dəniz yerinə getsin. Getsəm o da Baliyə, Taylanda falan. Yəni Montenegro 7-də artdı belə. Montenegro gözəl idi. Bu arada Montenegro vlogumuzu izləməmisinizsə, orada yeməklə qarışıq gəzmək vlogumuzu paylaşmışdıq. Möhtəşəm bir vlog idi. Niyə bu qədər az izləndi bilmirəm. Dünyada gördüyüm ən yaxşı vloglardan biri idi. Özüm də çəkdiyim və editlədiyim. Montenegro vlogumuza baxmaq üçün buradakı linkdən keçid edə bilərsiniz. Təşəkkürlər. Hər gözəl yeməyin sonunda olduğu kimi bir çayla bitiririk bu videonu. Yaxşı yedik, qəşəng yedik, hər şey yedik. Nə qədər pul xərclədik, nə qədər şey yedik bilmirəm, amma yaxşı yedik. Bəlkə videonun başına yazdım, falan qədər pul xərclədik deyə. Bəlkə də yazmadım, bilmirəm. Bura qədər izlədiyinizə görə çox təşəkkür edirəm. Növbəti hara getməyimi istəyirsinizsə, növbəti səfərim bilmirəm hara olacaq. Amma hara getməyimi tövsiyə eləyərsiniz, onu deyin. Vizasız hara getməyimi tövsiyə eləyərsiniz, onu deyin. Vizalı çünki mənim listim var artıq. Ümumiyyətlə, bilmirəm, yemək videolarından insanlardan nə gözləyə bilərəm, bilmirəm. Və ya onlar məndən nə gözləyirlər ən sonunda, bilmirəm. Sağ olun. Abunə olmağı, videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Bu video şeyimin də, kontentimin də bir adı yoxdur. Almasa da heç nə olmaz zaten. Canımız sağ olsun. Əsas odu kanalımız var və abunə ola bilərsiniz. Sağ olun.